Peygamber ve Ali Peygamber salavatla yad edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve accil berekatuhu. أعوذ بالله السميع العليم من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وعجل بركته وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين سيما بقية الله في الأرضين نحمده ونستعينه أما بعد السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك عليكم منا سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين أما بعد Mah-ı Mühərrəm ayıdır. Hər kim hər nə növlə zəhmət çəkir, əziyyət çəkir. Allah üçün imam əzadarlıqları qeyd edir. Xüsusilə bu məclisə zəhmət çəkən hər kəsin əməllərinin Allah dərgahında qəbul etməsi üçün salavat zikr edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed acil Haqqı boynumuzda olan kəslər var. Valideynlərimiz, müəllimlərimiz və ya başqa növ insanlar. Vəfat edənlərin ruhlarının şad, günahlarının bağışlanmış olması və yerdə qalanlarının isə salaməçilikləri üçün salavat zikr edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve acil İmam Mehdi sahib el-əsr və zaman əcəlallahu Teala fərəcəhu şərifin zuhurunun təcil olmasına, Allahın bizi ağanın yar o yavərlərindən qərar verməsinə, adlarımızı o həzrətin mübarək dualarında qərar verməsinə, Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve acil berekatuhu. Həzrət İmam Hüseyn əleyhissalamın 3 mərasimidir. Bu günlərdə biz Həzrəti yad edirik və Allah Teala bizə və bu əzadarlıqlarda zəhməti keçənlərə köməkçi olsun inşallah. Mən söhbətə başlamamışdan qabaq istəyərdim ki, bir xırda məsələyə toxunum. Artıq düzdür, adam bu məsələləri eşidəndə çox narahat olur ki, ay Allah, yenə də başladı bu söhbətlər, yenə də eyni şey, yenə də eyni şey, yenə də eyni irad. Və bu mübarək günlər başlayandan təəssüflər olsun ki, mən görürəm matəm günü ilə əlaqədar kimsə nəsə paylaşırsa, dərhal başlayırlar orada ya gülüş, məsələn, smaylikləri atmağa, ya gülə-gülə bir şeylər yazmağa. Çox təəssüflər olsun. Baxırsan, məhərrəmlik ayı gələn kimi dərhal kimsə yazır ki, ora ki, məhərrəmlikdə toy etmək olar, olmaz. Yenə də bu sual ortaya düşür. Keçən səfər, yəni onu deyim ki, biri mənə şərh yazıb ki, mən deyir, məhərrəmlikdə toyda eləmişəm, içki də vermişəm. Vallahi adam bilmir nə desin, adam deyər ki, bravo. Başqa vaxt biz bir şey danışanda deyirlər ki, cəmaat Marsı uçur, nə bilim, neynir, filan edir. Adam elə fəxrlə danışır ki, elə bir atomu parçalayıb, elə bir Nobel mükafatı alıb. Yəni, fəxr ediləsi bir şeydirmi bu?
Mən deyir ki, Məhərrəm ayında toy da eləmişəm, içki də vermişəm. Görürsünüz, yəni jargon ifadəsinə necə eləmişəm, əcəb eləmişəm, hər əlimin içindən gəlir. Və ya məsələn, mən gördüm ki, qabaq bu tez-tez idi. Bizim yaşlı analarımız, nənələrimiz Məhərrəm ayının gəlişi ilə əlaqədar görərdiniz ki, hədiyyə bişirirdilər. Allah kömək olsun, ruhanilərimizin birinin sayəsində bu hədiyyə ənənəsi də aradan getdi. Yəni ki, cəmaat ehtiyat elədi. Sual verirəm ki, hədiyyənin içərisinə müəyyən ədavalar qatılır da. İndi mənim zehnimdə deyil deməsi üçün. Müəyyən şeylərdə indi bir-bir sadalamayım, qadınlar bilir. Deyirəm, Səudiyyə Ərəbistanında o dən bitki növləri var idi. Qarğıdalı mı olub, filan mı olub, o mu olub, bu mu olub? Yəni, bilirsiniz, yəni nə ehtiyac var idi ki, bu məsələni qabartdı. Yenə də insanlar hədiyyə bişirirdilər, bir-birlərinə verirdilər. İndi görürsən ki, cəmaat deyir, yox, mən günah edərəm, nə bilim, filan edərəm. Yəni, bu ənənəni də ki, o möhtərəm ağanın sayəsində yığışdırıldı. O, yəni ki, təşəkkür düşür. Və daha sonra baxırsınız ki, indi də, məsəl üçün, xanımlar var, görsəm, baxırsan ki, halva pişirirlər. Mən, məsələn, TikTokda maraqla baxırdım, izləyirdim. Aş asırlar və deyirlər ki, bunu indi İmam adına edirik, xanım Fatimə adına edirik. Mən özüm də görmüşəm, Allah hamıya can sağlığı versin, analara xüsusilə vəfat etmişlərə Allah rəhmət eləsin, yerdə qalanların salamat eləsin. Mən məsələn, mənim də anam önəmli günlərdə, hətta bir də görərsiniz ki, öz ad günlərində belə yemək bişirir. Amma deyir məsələn ki, bunu xanım Fatimə ehsanı edirəm, İmam Hüseyin ehsanı verirəm. Yəni bu onsuz da mənim adıma olacaqdır. Və bunun bir dəyəri nə olacaq? Qoy bunu mən məsələn kiminsə adına edim, savab da olsun. Məsələn, bir məşhur bir əhvalat var, bəlkə də eşitmişsiniz onu. Deməli, haradasa bir nəfər olur, müsəlmanlarla, nə bilim, kafirlər döyüşürlər bir-birləri ilə. Bu anda bir nəfərin ulağı gedir, girir döyüş yerinə. Bu deyir, hara getdin, ulaqdır da, heyvandır, getdi, girdi. Özü ki, gedir düşmən tərəfə gedir. Bu da deyir ki, bura gəl, bu düşmən çaşıb ki, bu kimdir, ulaq nədir? Neysə, bu ulağını əldə etmək üçün qılıncını da çıxarır. Bir xeylamda, yəni düşməni öldürür orada, müsəlmanların düşmənlərini. Axırda görürlər, bu kimdir, vurub öldürürlər bunu. Hətta nəql olunub ki, Peyğəmbərlər soruşurlar ki, bunun hökmü nədir? Bu adam nə müsəlmanlar tərəfindən idi, nə kafir müşriklər tərəfindən. Bu indi nə edir? Peyğəmbər deyir şey içinə, onun döyüşü bir eşşək uğrunda idi. Bir ulaq uğrunda idi. Yəni nə olsun ki, sən kafirləri öldürmüşsən, niyyətin nə olub? Fisəbilillah, Allah üçün olub. Ona görə də bax, görürsünüz, öz ad günüdür, amma öz ad gününə bir ilahi dəyər qatmağa çalışır ki, bu savab qazansın. İndi baxırsınız ki, qadınlar paylaşırlar, aş asırlar, halva pişirirlər. Vallahi halva pişirmək ənənəsi nə qədər yadırdı. Görən biri şərhdə xanıma yazır ki, atom üçün belə ehsan vermirsən. Yox, adam deyir ki, nə ehtiyacı var bu sözü deməyə. Yəni o öz aləmində indi düşünür ki, mən bunu şeylədim. Mənə də olur. Mən imamlar, məsələn, ziyarətgahlar filan, yadımdan çıxıb hansısa videomun altında yazdı ki, sən öz atom qəbrini tanıyırsan ki, gəlsən. Qayıtım dedim, mənim atamın qəbri bu ATV-nin yanında Yasamal qəbristanlığında şəklini də atdım ki, yerin yurdunu da bilirəm. Gördüm ki, nəsə, hələ bilib ki, sancacam, amma pis bir şeydir də. Yəni bu nə sözdür ki, atom deyir, yası üçün bir şey eləmişsən. Və ya baxırsınız ki, indi toydur, bu ehsan verməkdir və ya indi ən yaxşısı. Bu təzəlikcəndə bir təzə trend çıxıb. Cəmaat paylaşır imam məclislərindən. Biri yazır, ya mübariz, ya polad. Yəni kimsə ya Hüseyin deyir, bu güya acığa deyir ki, ya mübariz, ya polad. Şəhidlərimizə əza saxlayın. Bizim çox
belə həlim qardaşlarımız var ki, oturub bu insanlarla çox belə tolerant danışırlar ki, yox qardaşım bilirsiniz, bu belədir, Quran belədir filandır. Yəni hələ bir əzizlər, bir görün ki, bu adam sizin dəyərlərinizi qəbul edir ki, onunla danışasınız. Yəni siz ona şəxsiyyət verirsiniz. Adam özünü kimsə hesab edir, sayır və oturur səni bir növ ki imtahana çəkir. Sən deyirsən, yox bilirsən, İmam Hüseyin mənim filanımdır, yox mənim böyüyümdür, mən edirəm, o da gülür, ələ salır. Nəzərinizə mən qeyd edim Bəqərə surəsində bəzi ayələri oxumaq istəyərdim. Bismillahirrahmanirrahim. Deyir və izə qilə ləhum la tufsidu fil ardı qalu innəmə nəhnu muslihun. Elə ki, onlara deyilər ki, yer üzündə fəsad törətməyin. Onlar deyərlər ki, yox, biz ancaq deyir, islahat aparıb məsələləri düzəldənik. Ələ innəhum humul mufsidunə və lakin la yeş'urun. Agah olun ki, fəsad törədənlər elə onlar özləridir, lakin bunun fərqinə varmırlar. Və izə qilə ləhum əminu kəmə əmənən nas. Elə ki, onlara deyilər ki, siz də iman gətirin. Necə ki, insanlar iman gətirərlər. Diqqət edin. Qalu ənu'minu kəmə əmənəs sufəhə. Biz də səfehlər kimi iman gətirik. Cahildilər bunlar, əzadarlıq edirlər. Gedin elm öyrənin, gedin nə bilim neyinin, gedin nə bilim Marsa olsun. Elə bilin ki, bir müsəlman adı gələn kimi xüsusi dairələr vasitəsilə assosiasiya olunub bunlara, dərhal deyirlər ki, cahil. Elə bilin ki, bu Allaha ibadət edən adam məktəb qutarmayıb, universitet qutarmayıb, ali təhsili yoxdur, nə bilim işi gücü falan yoxdur. Sanki bu bekar adamların işləridir. Deyir, bizə səfəhlər kimidir iman gətirir. Yəni özlərin ağıllı hesab edirlər. Allah onlar üçün nə deyir? Deyir, ələ innəhum humus sufəhəu və lakin la ya'lemun. Agah olun, bilin ki, səfeh onların elə özləridir. Lakin bunu bilmirlər. Və izə ləqullezina amanu qalu amənna. Elə ki, onlar iman gətirmiş kəslərlə üz-üzə gələrlər, deyərlər ki, biz iman gətirmişik. Qurban olum Allaha, Allah deyin, qurban olum imana, Peyğəmbərə, nə bilim filan kəsə, Qurana, nə bilim nəyə, qurban olum ay Allahım sənə. Biz möminik. Və izə xələv ilə şeyatinihim, elə ki, öz şeytanları ilə xəlvətdə olarlar, qalu inna məəkum İnnəmə nəhnu müstəhsiun. Onlar elə ki, öz şeytanları ilə, şeytan deyəndə ki, onları fəsada törədəcək adamlarla deyir ki, üz-üzə qalarlar, qayıdıb deyərlər ki, əşi, biz sizi illənirik, biz sadəcə onlarla məzələnirik, istehsa edirik onlarla. Görün, nə qədər adamlar var. Qurban olum Allaha, qurban olum filan kəsə, o bəzi ruhani ilahiyyatçılar ki, adların qoyublara, onların sayəsində İndi bu cür adamlar çıxıb. Bu video çıxdı TikTokda qabağımda. Bir xanımdır. Yəni, məsələn, deyə örtüysüz. Dırnaqları, belə, yəni görüntüsü bir başqa cür. Dəstəmaz alır, bunu çəkir, ondan sonra gedir namaz qılır. Məsələ burasındadır ki, bunu çəkib yayımlamağın nə bir anlamı var. Bir dəfə mən o vaxt jurnalistika ilə yəni dərslərinə gedəndə götürmüşdülər. Yox, deyir, biz necə edək, qadınların necə dəstəmaz almağına baxaq. Deyir, gedin, deyir, siz orada dəstəmazxanada ki, ay, kameranı saldınız, belə elin çəkin qadınlar necə dəstəmaz alırlar, necə namaz qılırlar. Mən başa düşmədim, bunun nə ehtiyacı var ki? Yox, sən bir qadını niyə görə dəstəmaz alarkən çəkib paylaşmağa istəmirsən ki? Paylaşmağa belə bu cür həvəs göstərirsən. Allahu yəstəhzi'u bihim və yəmudduhum fi tuğyanihim ya'məhum. Allah deyir, onları deyir, istehza edər. İstehza edər sözsüz ki, bu mənadadır. Yəni Allah onları elə istehza olunacaq duruma salar.
Onlar kimlərisə istehza etmək istəyəndə özləri gəlib gülünc vəziyyətə düşərlər ki, necə bəzən biz bunu da görürük. Və yamudduhum fi tuğyanihim ya'mahum. Və onları tuğyanlarında elə uzadar ki, elə edər ki, onlar körlük içində qalarlar. Yəni, sən tuğyankarlığın içərisindəsən ki, kör vəziyyətdəsən ki, özün öz vəziyyətini də görmürsən. Ulaikəllezine iştəravud dalalətə bil huda. Onlar o kəslərdir ki, azğınlığı hidayət müqabilində aldılar. Fəma rəbihət ticarətuhum. Onların ticarəti mənfəət vermədi və ma kanu muhtədin. Heç onlar hidayət olub doğru yolu da tapa bilmədilər. Yəni, mən niyə bu Quran ayələrini oxudum? Çünki bunlar da bu cürdür. Bunlar əslində şəhidlərimizi yad edək, nə bilim filan kəslərimizi belə edək deməklə, güya bunlar onu göstərirlər ki, bunlar islahçılardır əslində. Yəni, bunlar xeyir istəyirlər. Amma daxilən nədir? Daxilən insanlarla məsələvi istehza edirlər. Cahillər, nadanlar, nə bilim nələr, belə-belə adlar qoyurlar. Əzizlər, Allah ölənlər bizə rəhmət eləsin. Mən bunu qaydım deyim ki, Azərbaycanda mən hamıya aid etmirəm, sadəcə bir misal çəkim. Allah rəhmət eləsin bir daha. Hacı Şahin qədər şəhid məclisi gezən adam kim deyə bilər ki, məsələn? Düz deyə gezənlər var ha. Yəni, mən məsələn din xadimi olduğu üçün deyirəm. Adamın saç-saqqalı ağarmışdı. Bu məclisdən çıxırdı, o məclisə girdi. O məclisdən çıxırdı, bu məclisə girdi. İnandırım, Hacı Şahini görəndə narahat olurdular. Bu həmin o ya Hüseyn deyən kimi deyirlər, ya Mübariz, ya Polad və ya get-günə at onun yasını elə, get-gələ. Ki, niyə onu buraxmısınız siz şəhid məclislərinə? Bəs nə oldu? Nə qədər şəhid valideynlərini ziyarətlərə göndərdilər. Mən özüm dəfələrlə çəkmişəm Kərbəlada köynəklər giyinirlər ki, arxalarında şəhid şəkilləri, rəsmləri, şəhidlərin xatirəsini əbədiləşdirirlər. Azərbaycan bayraqları və s. və ilaxır. Bunları görmürsünüz. Bunları görmürsünüz ki, nə qədər mən inanclı qardaşlar tanıyıram ki, adlarını çəkmək istəmirəm ki, 44 günlük müharibə zamanı qollarını çırmalamışlar, cəmaatın şəhid balalarının əlləri ilə qüsul kəfən edib yuyurdular. Ailələrini, uşaqlarını atmışdılar. Bunları görmürsünüz. Görürsünüz, çox yaxşı bilirsiniz. Ramazan ayında, başqa aylarda nə qədər yardımlar ediblər, nə qədər köməklər ediblər. Görmürsünüz, görürsünüz. Kimsə gedir Parisdən hansısa Avropa ölkəsində şəkillərini çəkdirir. Amma bir adam Kərbəlada şəklini çəkdirən kimi narahat olurlar. Pullu gəlib deyir, ərəbə yetişdirirsin. Bəs Allah Taala da onu deyir ki, yəni bunların dərdi tamamilə başqadır. İstehza etməkdir. Və yaxud da şəhidlərimiz üçün ağlayaq. Şəhid sözü hardan gəlir? Şəhid sözü Quranın sözüdür. Şəhid sözü Həzrət Həmzədən Bədir döyüşü, Ühüd döyüşü və nə? Bunun ən bariz sonuncu nümayəndəsi Əhl-i Beytün 5-ci kəsi olan İmam Hüseyin əleyhissalamdır. Sən qayıdıb şəhidliyi sənə başa salan adama sən çıxartırsan bunu, başqasını salırsan. Sən gəlib məsələn başqa ölkələrdə ad çəkmək istəmirəm. Öldürülən adamlara şəhid deyə bilirsən, deyə bilmirsən. Efirdən hansısa televiziya efirindən deyir ki, filan adamlar həlak oldu. Görsən kimlər deyir, həlak oldu, yox, şəhid oldu deyir. Qardaş, bu şəhidlik İslamın dəyəridir. Bu dəyər olmasa sənin oğlun, nəvən, qohumun sadəcə ölüb və salam. Şəhidlikdir buna bir dəyər verən. İmam Hüseyin məktəbidir buna dəyər verən, qayıdıb deyir ki, mənim şəhidlərim, mənim şəhidlərim. Ya deyir Polad, ya deyir Mübariz, yəni ya Hüseynin müqabilində. Utanmır bunu deyən adamlar. Mən şəhid Mübarizin məktubunu oxumublar olar. Oxumublar. Şəhid Mübariz sözü ya Hüseyin deyən adam olub. Sən qayıdıb deyirsən, şəhid Polad Həşimov, anası nə qədər, məsələn, görürsünüz ki, bu məclislərdə iştirak edir, nələr deyir,
Başqa şəhid Xudayarın anası, başqa. Yəni bunlar inanclı adamlardılar. Bunlar övladlarını İmam Hüseyn əleyhissalamla təskinlik verirlər. Sən gəlib onların yanında qayıdıb deyirsən ki, İmam Hüseyn kimdir? Amma kimdir? Deyirsən bunlara. Sual vermək lazımdır ki, ay insan, sən özün kimsən? Kimsən? Hə? Mən vətəndaşam. Mən ağzımı açan kimi mən və mənə kimilər deyir, get Əfqanistana, get Pakistana, get başqa yerə. Sən niyə görə getmirsən? Get Afrikaya, get nə bilim Somaliyə, Cənubi Afrika Respublikası. Xeyr ola mən getməliyəm. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Xeyr ola məni qovursan buradan. Sən kimsən? Bilirsiniz, adam bu jargonla danışmadıqda, adam nə qədər danışır, yox mənim əzizim, yox bilirsiniz nətərdir. Bunlar daha da bilirsiniz, daha da gedir qabağa, daha da gedir qabağa. Adam qayıdıb, o bəzi din xadimləri var, çox mülayim danışırlar, yox bilirsiniz nətərdir, yox şəhiddir, Quran filan, bunlar da ha məsxərə edirlər, gülürlər, danışırlar. Adam deyər, ola sən kimsən? Kimsən? Səndən fikir soruşan mı oldu? Səndən məsləhət istəyən mi oldu? Baxırsınız ki, bir dənə əxlaqsız bir adam girir TikTokda paylaşır, 30-40 min adam ona baxır. 30-40 min adam ona tamaşa edir. Sənin ayırdığın dəyərin bax budur. Filan kəsdir dəyərin, mənim dəyərim Peyğəmbərimin nəvəsidir. Hər bir insan niyə güldüyü ilə, niyə qəzəbləndiyi ilə, niyə matəm saxladığı ilə tanınar. Sən o TikTokda əxlaqsıza yarım saat yox, 3 saatlarla şərhlərdə yazırsan ki, haçan canını açsa, küçədə görən kimi gedirsən, bir dənə selfie çəkə bilərik də, məni ələ salırsan ki, mən gedib Kərbəlada şəkil çəkdirmişəm. Peyğəmbər balasına ağlamışam. Nə bilim, əza saxlamışam, mənəm cahil. Yəni, bir insan, əzizlərim, öz gülməyi ilə niyə güldüyünə baxın, niyə ağladığına baxın, niyə danışdığına baxın. Oturub kiməsə biz hesabat verməli deyirik. Mən qara giyinirəm, yaxşı eləyirəm giyinirəm. Sən mayka giyinirsən, açıq-saçıq giyinirsən, biri bir şərh yazan kimi qayıdıb deyirsiniz ki, insanın şəxsi həyatına müdaxilə eləməyin, yaxşı edirəm, əcəb edirəm, cahillər, nadanlar, gedin anonsu belə eləyin, bacınıza baxın, filan edin. Mən niyə utanmalıyam bu qaradan? Niyə utanmalıyam? Nə mən tərbiyəsizlik edirəm, kimin namusuna sataşıram, kimin nə bilim filanla edirəm, peşman edirəm ki, az qalabalar o köhnə məhəllə şeylərindəki kimi məni salsınlar, belə. Biz yalnız onlarla istehza edirik. Qardaş, səninlə elə istehza edərəm ki, sadəcə müsəlmana, möminə yaraşacaq bir şeydir. Daha sonra bəziləri haqlı bir fikir irəli sürə bilərlər ki, bəzi əzadarlıq məclislərində xoşa gəlməz hadisələr olur. Kimsə yazır ki, başıma gözvə döyürsən orada. Birincisi deyirəm, sən mənə harada görmüsən mən başıma harasa döyüm, başıma taxta vırım, şalban vırım. Harada görmüsən məni? Görmüsən məni? Yox. Yəni, ola bilər haradasa, nə bilim nələrsə olur. Mən bunu keçən səfərdə güclü dəlillərlə sübut elədim. İzah edə bilmədim ki, izah etdim, mən daha doğrusu. Ola bilər kimsə başa düşə bilməyib. Matəm saxlamağın şəriətlə uyğunluğu ayrı şeydir. Onu necə keçirmək ayrı məsələdir. Azərbaycan problemi bilirsiniz nədir? Hansı bir məktəbdə bir qız uşağına xoşa gəlməz bir şey başına gəlirsə, o ata gedir o qızını məktəbdən çıxardır. Deyir, məktəb əxlaqsızlıq yeridir. Halbuki ata nə etməli? O əxlaqsızlıqla mübarizə aparmalı idi. Ola bilər hansısa əzadarlıq məclisində deyir ki, xoşa gəlməz bir şey var. Bəzi kadrlar var, göstərirlər ki, şirik qaldırıblar ora, nəm şirk qəlyanı çəkir. Bəlkə də onlar hansısa düşmənlərin işləridir ki, qəsdən çəkiblər ki, onları ki, gözdən salıb ələ salsınlar onları. Bu hansı ağıllı gedər o şir paltarı giymişlər, pələngdir, neydi oxşayır, pulmadır, nədir, çıxartıblar ora, quyruğu ilə belə fırradır, qəlyan çəkir. Bəlkə də o hansısa bir, nə bilim, İslamofob din düşmənlərindən biridir ki, gətiriblər ki, onu sənə bir dənə çəkəyimini ələ salaq bunları. Yenə də bunlar
Mən yenə də deyirəm, matəm saxlamaq ayrıdır. Hindistanlılar ayrı cür matəm saxlayır. Ruslar ayrı cür matəm saxlayır. Kanadalılar ayrı cür matəm saxlayır. Afrikalılar ayrı cür matəm saxlayır. Bu harada qeyd edilib ki, bütün dünyada yalnız bir vahid növ əza növü olmalıdır. Elə bir şey yoxdur. Hər kəsənin öz xalqına, öz dövrünə uyğun ənənə eləməlidir. Məsələn, ərəblər o belə qadınları, o belə ses çıxartırlar, ağızlarına vururlar. Hə. O mənim ənənəm deyil. İndi hansısa bir ərəb belə eləyirsə, gərək mən də bunu belə eləyim. Yox, bu ənənədir, bu ayrıdır. Haradasa İmam Hüseyin əleyhissalama əzadarlıq saxlanılırsa, hər ölkə onu öz təbiətinə uyğun edə bilər və burada da bir maneçilik yoxdur. Bizdə ayrı cürdür. Ağı deyərlər, nohə deyərlər, filan deyərlər, bu cürdür. Başqa yerlərdə də ki, bir başqa cürdür. Bu yaxınlarda mən bir yerdə gördüm, hansısa bir kinoteatr idi. Bilirsiniz ki, Michael Jackson'un bir filmi nümayiş etdirildi. Onun da bir musiqisi var, Thriller'dir adı. Cavan az yaşlı qız uşaqları üz gözlərini bəziyiblər və həmin o şeyin oyununu oynayırlar. Filmi reklam etmək üçün. Gördün ki, bir nəfər çıxsın ona etiraz eləsin. Düşün, bu nədir? Və ya o balaca qız uşağı var, görmüsünüz. Ay sallah, odur. Kişilərin arasına çıxarıb, qız uşağı bir oğlan kimi belə ayaqlarını da belə-belə eləyir, oynayır, filan edir. Şərhdə bir etiraz edə bilmir. Bilirsiniz, 10-15 nəfər deyir ki, ay cahillər, ay nadanlar, nə var burada? Qız uşağı da əylənir. Əylənir də oxuyur. Yeni bir qız uşağı təsəvvür edin. Otursun məsəl üçün ki, hansı bir mərsən oxusun. Quran oxusun. Olar? Yox. Olacaq artıq cahillik. Nadanlıq. Sənin dədə babon indiyənəcən Michael Jackson'un rəqsini oynayıb. Başqa vaxt qayıdıb deyirlər, bizim xalqda belə bir şeylər, nə bilim, olmayıb, filan olmayıb. O nədir? Qara cümə olub sənin əcdadının arasında. Hə, olub. Və ya nədir? O Halloween partisi olub, Halloween şeyləri olub. Necə bunları qəbul eləmişsiniz? Necə bunları qəbul eləmişsiniz? Yox, trend ayrıdır, filan ayrıdır. İndi bu dəqiqə sizin məşhur, pərəstiş etdiyiniz hansısa müğənni hicaba, çadıraya keçsə, sabahlar görəcəksiniz ki, bir yüzlərlə qadın trenddir, dəbdir deyə oturarlar, öz yaşayışlarını dəyişdirərlər. Bir də ki, axırda da bunu qayıdıb zarafata deyim bunu. Deyir ki, get şəhidlərimizə əza saxla. Həccə getmə, get-gələn kasıb-küsubə əl tut. Tamam. Olar ki, həm kasıb-küsubə əl tutum, həm də həccə gedim. Olar. Olar ki, həm şəhidlərimizə əza saxlayım, həm İmam Hüseynə saxlayım. Olar. İcazə istəyirəm də səndən, sən özünü belə məsləhət mövqeyində qoymusan. Ağ bir şeylik eləyirsən, ağsaqqallıq edirsən. Ki, indi məsləhət verirsən, səndən məsləhət soruşan olmayıb. Ayın neçəsidir səndən soruşan olmayıb, gəlib ayın neçəsidir deyirsən. Hə, yaxşı, olar, olmaz. Hə, olar. Görərsiniz ki, deyər ki, yox, bu olmasın, bu bırsın edir. Birazdan evet. Axırı, söhbətimin axırını yenə də Bəqərə surəsindən, əzizlər diqqət edin, bunu oxumaq istəyərəm. Bəzən mən deyirəm ki, bizim səhvimiz odur ki, Quranda Yahudi nəsranilərdən söhbət gedəndə müsəlmanlar elə bilirlər ki, bu ancaq bunlara aiddir. Yox. Misdaq məfhum söhbəti var. Məfhum var, misdaq var. Allah Teala Bəqərə surəsinin 120-ci ayəsində görün nə deyir. Peyğəmbərə deyir. وَلَنْ تَرْضَى عَنْكَ الْيَهُودُ وَالنَّصَارَى Səndən heç zaman əsla nə yəhudilər, nə xaçpərəstlər razı qalmayacaqlar. Heç zaman. Hətta təttəbiə millətəhum. O vaxta qədər ki, sən onların dinlərinə, ayinlərdən tabi olmayacaq.
Onlar ki, gəlirlər sənə deyirlər, ha, yomunu niyə belə elədin, niyə mumbursun, belə elədin, niyə? Onun dərdi səni islah etmək deyil, onun dərdi səni özünə çəkməkdir. Özünə çəkməkdir. Çünki sən qara giyinirsən, sən, məsəl üçün, oturub zikir məclisləri keçirirsən, Quran oxuyursan, araq içmirsən, zina etmirsən, düz yaşamağa çalışanda, bu bursa adam, zinakar adam sənin yanında səhv görsənir, qardaşım. Səhv görsənir. Ona görə görürsünüz ki, axtarırlar ki, vay filan kəs hicabını açdı, vay filan kəs nə bilim neynədi. Bununla insan təskinlik gətirir özünə. Təskinlik gətirir. Çox hacılar görmüşük, çox məşədlər görmüşük. Ya mən sənə elə acı məşədlər göstərim ki, sənin 7 arxa nəslindən daha təqvalıdır. Yəni sən onları görmürsən, mən elə adamlar tanıyıram. Tərtəmizdilər, tərtəmizdilər. Sən onları görmürsən, sən qəsdən saxta adamları göstərirsən ki, sən də bununla öz günahlar var, bəraət qazandırarsan. Qul, Peyğəmbərə deyir, de, innə hudallahi huval huda. De ki, Allahın yolu da elə düz yol. Allahın hidayəti də düzgün hidayət. Mən nədən utanmalıyam? Nədən utanmalıyam, qardaşım? Ahirət yoxdur, filan yoxdur, hamısı. Ol, deyə olmasın. Mən günahlardan çəkinib düzgün həyatı yaşamaq istəyirəm. Nədə mən itirirəm? Birdən Allah oldu, nə olacaq? Birdən hesab kitab oldu, nə olacaq? وَلَئِنِ اتَّبَعَتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ Allah Teala Peyğəmbəri təhdid edir ki, birdən sən, sənə elm, bilik gəldikdən sonra sən onların nəfsi istəklərinə tabi olsun var ha. Çünki gəlirdilər Peyğəmbərə deyirdilər ki, yox da, sən biraz belə nəsə sərt danışırsan. Hərdən mənə də deyirlər. Keçən səfər bir nəfər mənə etiraz edir ki, çox deyir sərt danışırsınız. Qoy deyir ki, mən də deyir əvvəl, indi bəlkə özü də indi izləyər, bəlkə narahat olar mənim bu çıxışımdan, hər halda. Deyir, siz niyə görə deyir, şərab içməyi deyir, pis deyirsiniz. Mənə də deyir, qabaq bir hacı dedi ki, sən şərabı da iç, bəs namazı da qıl. Heç bir maniyəsi yoxdur. Siz niyə sərt deyirsiniz? Siz deyir, Allah bəndələrini qorxudub qaçırdırsınız. Ay bala, Allah bu boyda cəhənnəm ayələrini niyə görə yazır? Sən elə danışırsan ki, elə bil ki, Allahın mənə ehtiyacı var. Mən də deyirəm, ay Allah, yox, ibadət istəyirsənsə, onda içki də içeyim. Sənə də ibadət edim. İstəyirsən, ibadət edim sənə. İçki də içəcəm, zina da edəcəm, onu da edəcəm. Ay qardaş, sənin ehtiyacın var Allahın namazına. Bəzilərdir, Allahın deyir ki, ibadətimə ehtiyacı var. Yoxdur, eləmə. Sən elə bilirsən ki, mən əstəğfurullah belə danışsam, Peyğəmbərin millətindən kənarda çıxaram. Mən fərid nəfsimə görə danışmış olacam. Niyə görə? Çünki qardaşım, cəhənnəmə getmək istəyirsən sən, qara cəhənnəmə get. Namaz qılmırsan, gözüm aydın, oruç tutmursan, mən niyə sənin cənnətə getmək üçün mən əl-ayaqçı eləməliyəm? Axı, Peyğəmbər isə belə deyirdi. Bunu mən emosional fərid kimi danışıram. Peyğəmbər deyirdi, yox, sən niyə görə cəhənnəmə getməlisən? Ona görə o Peyğəmbər idi, mən fəridəm. Mən o zaman başı deyirəm ki, götür cəhənnəmə. Cənnətdə olandan ərazi hektarı daha böyük olsun, sən get ki də cəhənnəmə, nə olacaq ki, qardaşım? Və ya hələ dünənləri bir nəfər vahabilərdən mənə şərh yazır. Deyir, döyə-döyə siz özünüzü aradan aparasınız. Adam mənə qarğış edir. Deyirəm, bala, sənin Peyğəmbərin bir dəfə cəmaata qarğış edir. Sən niyə istəyirsən mən yoxa çıxım? Niyə bir dəfə İslam düşmənləri üçün bu qarğışı eləməmsən? Ey dünyanın hər bir yanında müsəlmanlara qan utduranlar, Allah sizə lənət eləsin. Niyə demirsən? Niyə Yezidə deyirsən lənət oxuma? Yo, Muaviyə lənət oxuma. Həzrət Əli əleyhissalama qarşı döyüşənlər cənnətə gələcək, filan eləyəcək. Amma mənə lənət deyirsən, mənim cəhənnəmə getməyimi istəyirsən, qarğış edirsən. Niyə görə? وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ Sənə elm gəldikdən sonra sən onların nəfsi istəklərinə tabi olsun, Allah Teala Peyğəmbərə buyurur. مَا لَكَ مِنَ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ Allah Teala tərəfindən sənin üçün nə bir himayəçi tapılar, nə bir köməkdən. Niyə Allah Teala Peyğəmbəri təhdid edir?
Niyə təhdid edir? Deyir, əgər sən bu xaçpərəst, filan ki, indi də biz, məsəl üçün, Quran deyir, Yahudi xaçpərəst, biz bunu deyirik ki, bu daha geniş mətləbdədir. Yəni, sən onlara tabi olsun, onlar əslində istəyir ki, sən mənim kimi yaşa. Mən sənə necə deyirəm, elə, çıxart bunu əynindən. Get günən bala, get gül, filan elə, özün üçün, cəsarət, qardaşım. Sual, günah etmək cəsarətdir, yoxsa günah etməmək cəsarətdir? Günah etmək cəsarətdir ki, bu günləri bizə dünyada bunu yedizdirirlər ki, qəbul elətdirirlər ki, dünyada günah etmək cəsarətli olmaqdır. Günahdan çəkinmək avamlıqdır. Yox, cahilsən sən. Günahdan çəkinirsənsə, o zaman sən cahilsən. Ona görə Allah Teala özü hamımızı islah etsin inşallah. Allah Teala yenə də deyirəm ki, mən onu deyim ki, bəzi qardaşlar saatlarla izahatlar verirlər, saatlarla nə bilim, başlayırlar ki, qardaş, belə eləyirik, elə eləyirik, o adamlara heç bir təsir olmayacaq. وَذَرْنِي وَالْمُكَذِّبِينَ Bəzən Quran deyir, Allah Peyğəmbərə deyir ki, onları qoy qırağa, məni ilə onları bir qıraq. Bəzən müsəlman gərək belə eləsin. Desin ki, o sən o Allah özün öz məsələvi öz işvi həll edərsən. Quranın tapşırığı odur. Biz düşürük ki, yox, bilirsən belədir, bilirsən elədir. Dostlardan biri var idi, yadımdadır, bir nəfər həlləm-qəlləm adam var idi. Çalışırlar ki, bunu müsəlman, yəni namaza gətirsinlər. Nə qədərdir danışırlar, Axırda bir ağsaqqal gəlib deyir ki, bana nə işsiz bu adamla? Ay, qoyun çıxıb geçsin. Bu adam gəlib namaz qılsa, bunun İslama zərbəsi daha böyük olacaq, nəinki bu adam. Bu adam indi gəlib namaz qılan deyil. Bunun zərbəsi yoxdur İslama. Sabah bürüsü gün gəlsə olacaq. İslama ən böyük zərbəni kimlər vurdu? Hicrətin sonlarında, Məkkənin fəthindən sonra müsəlman olmuş Əbu Süfyanıdır, Muaviyyəsidir, Hindidir. Bir ömür Peyğəmbərlə vuruşdular. Axırda gördülər, alınmadı, hicrətin sonunda müsəlman oldular, axırda da İslamı səltənətə çevirdilər. Allahın vəlisi ilə qarşı vuruşdular, elədilər. Ona görə də Allah Teala bizə, işlərimizə avand eləsin, Allah Teala bizi öz düzgün yolundan uzaq salmasın. Bu qədər, nə qədər sərt də danışdım, yenə də mən hamımızın yerinə elə həmişə də Fatihə surəsində də deyirik, İhdinas sıratal müstəqim, İlahi bizi öz düz yola yönəlt. İlahi biz nə qədər də incisək də, qəlbimizlə ağrısı Allah Teala Peyğəmbərinə belə qəti surətdə icazə vermir ki, səni incitsələr də belə sən emosional rəftar edib davranasan. Allah Teala bizi həmişə elə eləsin ki, biz öz dəyərlərimizlə fəxr edə bilək. İnşallah. Allah Teala bu ölkəni, bu məmləkəti hər bir şərdən, bəladan, xəbislikdən, napakılıqdan uzaq eləsin inşallah. Bu bölgələri müharibə, qıtlıq, nə bilim, fitnə fəsaddan uzaq eləsin inşallah. Allah Teala bizi müsəlman olaraq, Peyğəmbər öz övladlarına deyirdi ki, ancaq müsəlman şəkildə ölün. Allah bizi son ana qədər müsəlman kimi yaşayıb, müsəlman kimi ölənlərdən qərar versin. Ət-təhiyyətən ləkum və səlamu aleykum və rəhmətullah.